şərab istifadəsi o qədər yayıldı ki, kölələr belə içirdi artıq şərabı. Artıq şərab içib içməməyinizin bir əhəmiyyəti yox idi. Yəni əhəmiyyətli deyildi. Əhəmiyyətli olan şey hansı növ şərab içdiyiniz idi. Artıq hansı növ şərab içməyiniz bir əhəmiyyət qazanmışdı. Yəni şərab yenə də sosial ayrımları müəyyən etmək üçün istifadə edilə bilirdi. Çox keçmədən Yunan şərab qurdları, necə deyirlər, şərabşünasları, şərab həvəskarları, şərab bilginləri deyək, yəni şərab qurdları fərqli yerli və xarici, yabancı şərablar arasında incə fərqləndirmələr etməyə başladılar. Fərdi üslublar ortaya çıxıb tanındıqca fərqli bölgələr müəyyən bir üslubu tərcih edən müştərilər aldıqları o şərabdan, aldıqları şeydən əmin ola bilsinlər deyə öz şərablarını fərqli biçimlərdəki amforalarla nəql etməyə başladılar. Demək, məsələn, miladdan öncə 4-cü əsrdə Siciliyada yaşayan və dünyanın ilk yemək kitablarından biri olan Gastronomiyanın yazıcısı olaraq xatırlanan Yunanlı gurme Arxistratos midilli şərabını tərcih edirdi. Və qədim şərab, yəni yaşı çox olan şərab, yaşlı şərab bir status simvolu idi. Şərab nə qədər yaşlıysa, nə qədər yaşı çoxdursa, uzun ömürlüysə, o qədər yaxşı idi. Yunanlılar üçün nə qədər uzun ömürlü yaşlı şərab içdiyiniz, o qədər kültürlü olduğunuzu göstərirdi. Deməli, şərab pivəyə tərcih edilir. Yaxşı şərab sıradan şəraba tərcih edilir və yaşı çox olan yaşlı şərab da yeni şərablara, təzə şərablara tərcih edilmişdir. Bununla bərabər şərab içdiyinizdə necə davrandığınız da əhəmiyyətlidir. Hətta şərab seçimindən daha çox əhəmiyyətli idi. Yunanlı şair Aiskilos bizim dildə Esxil miladdan öncə 6-cı əsrdə belə deyirdi ki, bronz xarici görünüşün aynasıdır, şərab zehnin aynasıdır.